Hər vaxt xeyir olsun əziz dostlar. Bugün sizlər üçün Azərbaycanda yeni yaranmış Green Life şirkəti haqqında, biznes planı haqqında sizlərə biznes planını təqdim edəcəm. Zəhmət olmasa giriş paketlərini görür. Şirkətin həm 11 qazancından danışacağım və giriş paketlərindən danışacağım. Gördüyünüz kimi maksimum paketimiz, giriş paketimiz 4320 manat, 2160, 720 manat və sonuncu paketimiz 170 manat. Və ömrünüzdə bu şirkətə bir dəfə yatırım etməklə şirkətdən hədiyyə məhsulları alırsınız və şirkət onun qarşılığında sizin hesablarınıza voucher qoyur. Yəni ən maksimum paketdə, korona paketində 15.000 PV, 15.000 voucher, 7.500 manatlıq və 2.500 manatlıq və 500 manatlıq. Və sual ola bilər ki, bu voucherləri mən nədə istifadə edə bilərəm? Yəni heç bir şirkətdə bu yoxdur, bu avantaj yoxdur. Yəni insan tutalım 720 manatdan yatırım edir və şirkətdən giriş paketləri hədiyyə olaraq ala bilir və qarşılığında 2500 manatlıq hesabına kupon oturur. Yəni voucher, bir voucher 1 manat deməkdir. Yəni distribütorlara hər zaman 50% endirim, istər komanda qursun, istər komanda qurmasın, fərqi yoxdur. Yəni başqa şirkətlərdə ancaq sizdən nəyəsə faiz endirimlər almaq üçün sizdən həm karyer və yaxud da dövriyyə istəyir. Və bura üzv olan insan fərqi yoxdur, 170 manat yatırım etdi və yaxud da 4320 manat yatırım etdi və hər zaman 50% endirimi almış ola bilir. Məsələn, tutalım, əlimdə tutduğum bir qələmdən danışıram. Deyək ki, məsələn, bunun qiyməti 10 manatdır. Bu şirkətdə distribütor olmayan şəxslər, yəni yoldan keçən bir şəxs bu məhsulu bu şirkətdən almaq istəyir. 10 manat ödəyərək alır və gedir. Amma distribütor olan şəxslər bunu 10 manata yox, 50% endirimlə, yəni 5 manata alır və həmən bu məhsul kuponlu məhsuldadırsa, yəni voucherli məhsul hədiyyədədirsə, yəni 50%-ə oradan alır, endirim almış ola bilir. Yəni 5 manatın 2 manat 50 qəpini nağd olaraq ödəyir və 2 manat 50 qəpini sizə verdiyi şirkətin kuponundan çıxmış olur. Yəni 10 manatlıq məhsulu 2 manat 50 qəpi almış oldum. Və təbii ki, burada həm binar, həm hibrid, həm klassik olduğu üçün bizə PV ilə hesablanır. Yəni bir PV 1 manat 70 qəpik olaraq qiymətləndirilir. Gördüyünüz kimi maksimum paket 4320 manatlıq paketin PV-si 1650 PV, 2160 manatlıq PV, manatın PV-si 825 PV, 720 manatlıq giriş paketinin PV-si 275 PV və son paketimiz 170 manatlıq giriş paketinin PV-si 55 PV. Və gəlirik bura binar faizdən. Gördüyümüz kimi yenə də maksimum paketimizin binar faizi 15%, ikinci paketimiz 12%, 10% və 5%. Ən gözəli nədir? Heç bir network marketing sektorunda, yəni binar sistemlərindən danışırıqsa, iki qazancdan başqa olmayıb. Yəni referal və binar qazanc. Amma bu şirkət həm bizə referal, həm binar, bir də xətt bonusundan danışır və ən maksimum paketin ürün, yəni xətt bonusunun qazancı 748, 408 manat, 149 manat 60 qəpik və 27.2 manat. Və yaxınlaşırıq bizim 11 qazanc bölməsindən tanış olmağa. Birinci şəxsi dəvətimiz 5%. Təbii ki, yaxınlaşırıq. Baxırıq, mən yeni başladım. Yəni, bu şirkətin bir dənə də bir şey deyimsə, biznes paketi bu paketdən başlayır. Ən mükəmməl paket 720 manatlıq paketdir ki, hər kəs bu 720 manatdan üzv olanda görək nələr qazanmış olur bu şirkətdən. Yəni, şəxsi dəvət neçə faizi bizdə? 5%. Yəni 275 PV-nin vururan 5%. Nə qədər eləyir? 13.75. Bir PV-miz nə qədər idi? 1 manat 70 qəpik. Yəni 1 manat 70 qəpik, bu da bərabərdir 23 manat 37 qəpik. Bir şəxsi dəvətdə mənə şirkət 23 manat 37 qəpik. Keçirəm ikinci şəxsi dəvətə, faktor olaraq yazmıram, təkrar olaraq yazmıram, 23 manat 37 qəpik yazdım. Toplamda 46 manat 70 qəpik mən iki şəxsi dəvətimdən qazandım. Binar faizində bura 10% yazdım, yəni çaşmayarım. Yəni mənim girdiyim paket 720 manatlıq paketdən olduğu üçün 10%-dən daşıdım. Yəni 275-in 10% edir 27.5. Bundan vururam 1.70'ə. Həmçinin bu deyilir 46 manat 70 qəpik. Düzdürmü? Və toplumda 46.70, 46.70 deyək ki, yuvarlaq olaraq 93 manat mən
referal və binar qazancından qazancım. Baxırıq, diqqət edirik, üçüncü qazancı nədir? Xətt bonusu. Yəni deməkdir ki, biz binar qazancını bu formada görürük. Yəni sizin birinci xəttiniz bağlamış oldunuz. Birinci xəttin bağladığınıza görə şirkət bizə xətt bonusunda nə qədər verirdi? 149 manat 60 qəpik. Yuvarlaq olaraq yazacağam. 149 manat yazacağam. Deyək ki, 242 manat mən iki şəxsi dəvətdən qazandım. Baxın, bir dənə də bir misal olaraq, deyək ki, mənim sponsorumdur bu. Heç bir network marketing sektorunda bu belə biznes planı mən görməmişdim. Yəqin ki, bunu izləyənlər də diqqətdən qulaq asacaq və həqiqətən də bu şəxsin sağı solu belə deyək, özünə şəxsi dəvət olmasa da sonsuz binar qazancı və xətt bonusunu ala bilir. Yəni, bəzi şirkətlərdə binar qazancını qazanmaq üçün sizə şərt qoyur ki, sağınızda və solunuzda olan nəfərlər sizə bağlı olmalıdır. Məsələn, deyək ki, sponsor tərəfdən bura deyək ki, el adında bir şəxs qoşdu. Deyək, bu da 275 PV ilə qoşuldu. Buna da yazıldı 275 PV. Tabii ki, bu deyirik, burada yazıldı. Və X2 deyək ki, M adında bir şəxsi dəvət etdi. Və görək, buradakı X şəxs nə qazanmış olur? Buna görə bir binar alır. Binar qazancına baxırıq. Nə qədər idi binar qazancı? 46 manat, deyək 70 qəpik. Plus, burada nə yarandı? Bir dənə də xətt bonusu yarandı. 149 manat olaraq yazacağım. Bu da eləyir 5, bu da eləyir 9, 195 manat bu şəxs qazandı. Düzdürmü? İndi baxın, bu X1 elin bura düşməyinə görə, şəxsi olaraq elin X-in dəvətlisi deyil. Sponsor tərəfdən, yəni yuxarıdan himayə olunub. X1, bura deyək ki, eyni adında bir şəxsi qoşur. Baxın, X1, elin 275 PV-sinə görə bir referal bonus alır. Yəni, 23 manat 30 qəpik aldı. Plus, buna görə bir binar aldım. Yəni, binar qazancı nə qədər idi? 46 manat olaraq yazacağım. Bu qazandı 69 manat. Və buradan nə yarandı? Bu da bir dənə xətt bonusu aldı. 149 manat. 208 manatı bu şəxs qazandı. Görürsünüz ki, bunun şəxsi dəvəti bir nəfərdir. Bu da sponsor tərəfdən belə gəldi. Yəni, bu şəxs bir nəfər qoşmaqla 208 manatı buradan qazanmış oldu. Və keçirik ən gözəl qazanc müştəri bonusudur. Yenə də deyirəm, heç bir şirkətlərdə bu yoxdur. Baxın, bu şəxsin böyük bir kütləsi yaranır. Deyək ki, bir tərəfində 500 insan var, bir tərəfində 100 insan var, nəfər olaraq yazıram. Yəni, şəxsi olaraq bundan yaranan, yəni sizdən yaranan, deyək ki, binarı bir tərəfi çalışmır, amma bir tərəfindən danışıram. 500 nəfər bir tərəfində sadəcə və sadəcə bu şirkətdən hər ay gəlir 20 PV-lik 500 nəfəri vururam 20 PV-yə. Bu deyilir 10.000 PV. Baxırıq bura, cədvələ diqqət eləyək. Şirkət deyir ki, sizin birinci şəxsi dəvətinizə, 5-ci xəttinizə kimi bütün kütlədən 4% verirəm. 6-dan 11-ə kimi 3% verirəm. 12-dən 30-a kimi 1% verirəm. 31-dən 50-yə 0.5% verirəm. Ox işarəsi çəkirəm, yəni 4, 3, 7, 8.5% bütün insanlardan qazanc əldə edirsiniz 50 xəttə kimi. Baxın, 10.000 PV-nin 8.5% hesablayanda bu eləyir 850 PV. Düzdürmü? Bunu da vururam 1.70'ə. Bu deyilir 1445 manat. Yəni bu şəxs bu tərəfi belə çalışmasa da belə, kütlə olaraq bu tərəfdə olsa, 50 xəttə kimi bir ay ərzində etdiyi bütün dövriyyədən, yəni sizdən yaranan komandadan, tutalım 10.000 PV edibsə 1445 manat qazanmış olur ayın sonunda, 20.000 PV edibsə 2890 manat, yəni 2 qat olaraq vurulur
və bu formada siz müştəri bonuslarını qazanmış olursunuz. Yəni belə deyək də, kimsə üzv etməsə də belə, yəni istər 170 manatdan, istər 720 manatdan fərqi yoxdur. Sadəcə hər ay kimlərsə öz evinə, yəni bildiyimiz bizim şirkətin 7000-dən çox çeşid məhsulları var ki, bütün günü bizim insanlarımıza, evlərimizə lazım olan məhsullardır. Bildiyimiz yüzü tozlarıdır, təmizləyici qüvvələrdir, diş pastasıdır, diş şotkusudur və gündəlik tələbatdır. Və hər ay gəlib hər bir şəxs marketdən aldığını gəlib bu şirkətdən alanda təbii ki, yuxarıda olan sponsorlar, sizdən yaranan, yəni sizin komandanızda olan şəxslər bu qazancı əldə etmiş ola bilir. Yəni bir tərəfdən belə, yəni insanları üzv etməsə, yəni binar belə qazanmasa, şəxsi dəvət qazanmasa, xətt bonusunu belə qazanmasa fərq etməz. Bu qazanclar şəxsi dəvət və binar qazancı və xətt bonusu hər gündəlikdir. Yəni bu gün nə etdinsə, komandana kimisə üzv etdinsə, sabah həmən pulları hesabınızdan çıxarda bilirsiniz. Keçirik 5-ci Üzr istəyirəm. Keçirik 5-ci qazancı. Cashback. Yəni bir şəxs fərqi yoxdur. Hər bir distributor bu şirkətdən gəlib nə alış-veriş etsə özünə 10%-ni bu şirkətdən qazanmış olur. Məsələn, deyək ki, 100 PV-lik mal alıbsa 10 PV-lik bunun hesabına ayın növbəti ayın sonunda hesabına oturmuş ola bilir. Və ən gözəli nədir? Müştəri bonusu sponsor tərəfdən. Baxın, əziz dostlar, bu nə deməkdir? Əgər mənim sponsorum, mən bu şirkətdən sadəcə olaraq yatırım etdim, bir məhsul aldım. Sponsorum, tutaq ki, M adında bir şəxsi qoşdu bura. Diqqətdən baxın, mənim bir tərəfim çalışmadı. Bu M şəxs komanda vurdu. Şirkət deyir ki, sponsordan gələn birinci xəttdən 50-ci xəttə kimi, bu istər iki tərəf, istər bir tərəf, bütün kütlədən 0.5% verirəm. Yəni 0.5'i 50'ye vuranda neçə faiz eləyir? 25%. Yəni komandanızdan sizə 25% pul ödəmiş olur ayın sonunda. Bu var aylıq qazancıdır. Keçirik dərinlik bonusuna. Ən gözəl bonus başlayır menecer karyerasından. Menecer karyerasında 44.200 PV kiçik tərəfdən hesablanır. Şirkət yeni üzv olan hər bir şəxsə 1 il 12 ay vaxt verir. Yəni onu 2 ilə etmiş ola bilərsən. Burada heç nə bal silinmir. Aylıq aktivlik deyilən bir şey yoxdur. Yəni şirkət sadəcə sizə çox sərbəstlik verir. Yəni burada rahat biznesinizi qura bilərsiniz. Kiçik tərəfdən 44.200 PV-ni menecer karyerasında olan hər bir şəxs nə deyir? Deyir ki, sizin birinci xəttinizdən 5-ci xəttinizə kimi olan bütün kütlənizdən hər gün qazanan insanlardan sənə 2% verirəm. Təbii ki, onlar hər gün pul qazandıqsa, hər gün sənin hesabı, bütün komandanın 5-ci xəttə kimi nə qədər insanın pul qazanıbsa, onların pulunu kəsmədən onların qazanclarına 2%-ni sizə verir. Keçirik kariyer bonusuna. Menecer kariyerini bağlayan hər bir şəxs 1700 manat kariyer bonusunu alır. Tutalım menecer bağladın, növbəti il staj meneceri oldun 3400. Növbəti il oldun direktor 5100 manat. Yəni 1700 manat, 1700 manat olaraq arta gedir və kariyer bonusları 20.000 dollara kimidir. Ən gözəli nədir bu şirkətdə? Maaşdır. Yəni maaşla başlayır menecer kariyerasında şirkət sadəcə və sadəcə 850 manatı bütün insanlar arasında öz büdcəsindən 3% ayırır və həmən ay, həmən kimlərsə menecer olubsan, növbəti ayda sənə 850 manat maaş verir, stabil olaraq. Sizdən nə istəyir? Komandanızdan, sizdən yox. Sadəcə və sadəcə 4000 PV alış-veriş istər sizin bir tərəfinizdə, istər sizin iki tərəfinizdə. Sizdən aşağı, istər sponsor tərəfdən gəlsin, fərqi yoxdur. 4000 PV alış-verişdən olunacaqsa, hər ay siz menecer kariyerdən düşməmək şərti ilə, yəni düşmək yoxdur burada.
kariyer olarak menecər kariyerasında qalırsınız. 4000 PV alış-verişindən hər ay siz bu şirkətdən bütün qazanclarınızdan əlavə 850 manat qazanmış olursunuz. Ən gözəl 10-cu qazanc nədir? Şirkətin hesabına səyahətə gedirsiniz. Dünyanın ən bağlı otellərinə heç nə pul xərcləmədən, yəni yol pulu olsun, fərqi yoxdur. Şirkət yenə də həmən ay 1% olaraq öz hesabından həmən kariyerlər arasında bölür və şirkət səni istirahətə göndərir. 7 gecə 8 gün və növbəti avtobonus 3400 manat. Baxın bu lövhəyə zəhmət olmasa. Tutalım menecer oldun. 44200 PV etdi. Şirkət deyir ki 50.000 PV sağında 50.000 PV solunda oldusa, yəni şirkət, yəni o deməkdir bunun üstünə 50.000 gəlsin. Xeyr, sadəcə olaraq və sadəcə 50.000 PV, yəni 5800 PV əlavə olunacaqsa, siz bu şirkətdən avtobonus, yəni 3400 manat əldə etmiş ola bilirsiniz. Ən keçirən giriş paketi minimum paketində bu paket nə qazanmış olur bu şirkətdən? 170 manatlıq paket təbii ki 500 manatlıq kupon əldə etmiş olur, voucher əldə etmiş olur. Bina faizi 5%, Urban xətti baxın 27.2 və bu qazanclardan hansını əldə etmiş ola bilir? Təbii ki, baxırıq tabloya 11 qazancın hansını əldə etmiş ola bilir? Qazanır binanı qazancı, xətt bonusu, müştəri bonusu, cashback və yenə müştəri bonusu. Yəni bu şəxslərdən üzv olan şəxslər hər zaman, təbii ki, binanı hər zaman alır, xətt bonusunu hər zaman alır. Yəni cashback də hər zaman alır, 50% endirimini almış ola bilir və sponsor tərəfindən gələn bütün kütlədən 50 xəttə kimi qazanmış olur. Mənim deyəcəklərim bura kimi, hər kəsə uğurlar arzulayıram. İnşallah böyük kariyerlər arzulayıram sizlərə. Təşəkkür edirəm.